Azərbaycan lideri də məsələyə münasibət bildirib və qeyd edib ki, 5 il ərzində Avropa Parlamenti Azərbaycana qarşı 14 qətnamə qəbul edib. Bu məsələni müzakirə edəcəyik. Bizimlə birbaşa bağlantıda siyasi şərhçi Mübariz Göyüşlüdür. Salam Mübariz müəllim, xoş gördük. Salamlayıram, hər vaxtınız xeyir olsun. Mübariz müəllim, Azərbaycan prezidenti də ötən gün bildirdi ki, Avropa Parlamenti Azərbaycana qarşı 14 qərəzli qətnamə qəbul edib. İlk vaxtlarda əslində bizim üçün bunun səbəbi aydın idi. Azərbaycanı güclü görmək, qələbəmizi həzm etmək istəmirdilər. Amma vəziyyət dəyişdi, axı Azərbaycan bir reallıqlar yaratdı. Azərbaycan həm də özünün güclü olduğunu sübut etdi. Son qətnamələrlə bağlı fikirlərinizi eşitmək istəyərdik. Bunun səbəbi nədir? Təşəkkür edirəm və mən təəssüf edirəm ki, Azərbaycanla müxtəlif Avropa təşkilatları arasında, müxtəlif Avropa dövlətləri arasında müsbət əməkdaşlığın, müsbət əlaqələrin qurulduğu və davam etdiyi bir zamanda Avropa Parlamenti belə bir qərar qəbul edir. Euronest tərəfindən biz Azərbaycana qarşı uyğun olmayan qətnamələr, qərarlar müşahidə eləməkdəyik və təbii ki, bu bizim təəssüfümüzə səbəb olur və həm də təəccübümüzə səbəb ola biləcək bir məsələdir. Baxın, bu günlərdə İrəvanda Avropa Siyasi Birliyinin toplantısına belə onlayn formatda qatılan Azərbaycan prezidenti yəni fikirlərini çox dəqiq şəkildə ifadə elədi bu Avropa qurumlarıyla bağlı. Biz və İtaliyanın baş naziri Azərbaycana səfər edir. Müxtəlif Avropa ölkələrinin rəhbərləri Azərbaycana səfər edir. Bugün səhv etməsəm Kaya Kallas Avropa İttifaqının nüfuzlu nümayəndəsinin də Bakıda səfərdədir. Belə bir şəraitdə Avropa Parlamentinin qəbul etdiyi qətnamə bu əməkdaşlıq əlaqələrinə və əməkdaşlıq ruhuna zidd olan məsələdir və əməkdaşlığı belə deyək, tormozlayan bir məsələdir. Azərbaycan hər zaman Avropa strukturları ilə, istər Avropa Şurası Parlament Assambleyası, istər onun Avropa İttifaqı, onun müxtəlif qurumları ilə və bayaq da qeyd edirəm ki, Avropa ölkələrinin çox normal bir əməkdaşlıq saxlayıbdır və hər zaman da bu əməkdaşlıq ruhuna, bu tərəfdaşlıq ruhuna sadiq olaraq imza atılan sənədlərə, götürülən öhdəliklərə sadiq olduğunu göstəribdir. Avropanın ən çətin vaxtlarında, Avropa ölkələrinin ən çətin vaxtlarında belə Azərbaycan hər zaman öz enerji imkanlarını, neft olsun, qaz olsun əsirgəməyibdir. İndi də Azərbaycandan bu mənada dəstək, yəni təklifləri, xahişləri olunur və yenə də Azərbaycan geri çevrilir. Avropa Parlamenti isə belə bir qərəzli qətnamələr, qərarlar və addımlar atır və çox təəssüf ki, illərlə işğala məruz qalan, təcavüzə məruz qalan Azərbaycanın yanında deyil də erməni işğalçılığının, erməni separatizminin yanında yer aldı Avropa Parlamenti və müxtəlif qurumları və indi yenidən onların belə bir addımlar atması təbii ki, bu əməkdaşlığı kölgəyə salır və həm də qeyd edeyim ki, bəzi Avropalı siyasətçilər, Avropa qurumları ermənidən çox erməniçilik etməyə çalışırlar. Məsələn, deyək ki, Ermənistan baş naziri Nikol Paşinyan özü belə Qarabağa ermənilərin qayıtması ilə bağlı mövzunun, məsələnin onlar tərəfindən bağlandığını bildirir. Yəni, rəsmi İrəvan üçün belə bir mövzunun olmadığını bildirir. Biz də bunu təqdir edirik təbii ki. Amma Avropa Parlamenti və yaxud da Avropa Parlamentin müxtəlif deputatları və yaxud da hansısa təşkilatlar çıxırlar oradan Qarabağda hansısa separatizm körükləmək üçün Qarabağdan könüllü şəkildə çıxıb gedən ermənilərlə bağlı məsələlər gündəmə gətirirlər. Bu qərəz deyil, nədir? Bu Cənubi Qafqazda destruktiv rol oynamaq deyil, nədir? Yəni bu mənada mən hesab edirəm ki, bu qəbul edilməlidir. Azərbaycan da bununla razılaşmır, razılaşmayacaqdır da. Bizi belə qərar və qətnamələrlə nələrəsə məcbur etmək, hansısa belə deyək də addımları atmağa məcbur etmək mümkün olmayacaqdır. Aydındır. Mübariz müəllim, bir məsələni də soruşmaq istəyərəm əslində. Bütün bunların fonunda Avropa Parlamentinin, eləcə də onun kimi bəzi təsisatların bu Azərbaycana qarşı bu qərəzini nə ilə izah eləmək olar? Cənubi Qafqazda onlar sülh istəmirlər, yoxsa Ermənistanda keçiriləcək seçkilərə müdaxilədir?
Ermənistanda keçiriləcək seçkilərə Avropa İttifaqının, onun müxtəlif qurumlarının onsuz da müdaxiləsi var. Yəni bu sir deyil və onlar monitoring qrupu adı altında bir qrup kəşfiyyat xidməti ilə məşğul olan köhnə hərbiçiləri, polis məmurlarını gətirib yerləşdiriblər Ermənistana və külli miqdarda vəsait seçkiyə xərclənir, sərf olunur. Və bu məsələlər də geninə boluna şərh olunur. Bizim bununla işimiz yoxdur. Bu Ermənistan öz daxili işidir, özləri bilərlər. Amma Azərbaycanı bu cür qətnamələrsə məcbur etmək istəyirlərsə və Avropa İttifaqı və yaxud da onun aidiyyəti qurumları nələrsə diktə eləmək istəyirlərsə, bu yanlış bir məsələdir. Azərbaycanla qarşılıqlı tərəfdaşlıq münasibətləri qurularsa, bax bu əlaqələri, bu məsələləri inkişaf elətdirmək olar. Onların hazırki dönəmdə bu şəkildə addımlar atması hesab edirəm ki, Azərbaycanın Cənubi Qafqazdakı gücünü belə deyək, həzm edə bilmirlər. Azərbaycanın Cənubi Qafqazda diktə edən bir ölkə olmasını həzm edə bilmirlər. Azərbaycanın Cənubi Qafqazda sülhü öz gücünə bərqərar etməsini həzm edə bilmirlər. Bəli, biz illərlə onları gözlədik ki, bu sülh məsələlərinə töhfə versinlər. Ancaq onların töhfəsi nədən ibarət oldu? Bu ATƏT-in artıq belə deyək, tarixin arxivinə gömülmüş Minsk qrupunun fəaliyyəti turist səfərlərindən ibarət idi. Gəlirdilər, lap açıq demək lazımdır, yeyib içib çıxıb gedirlər və heç bir çalışma, fəaliyyət də ortada yox idi. Və eyni zamanda bu məsələlər Avropa Parlamentində nümayəndələrinə aiddir, Avropa İttifaqının da nümayəndələrinə aiddir. Yəni onlar da eyni şəkildə gəlirdilər, görüşürdülər, sadəcə vədlər verib çıxıb gedirlər. İndi Azərbaycan bu məsələləri öz gücünə həll edibdir, bu reallıq dəyişibdir, başqa bir reallıq mövcuddur. Hətta görürsünüz, Ermənistan, onun baş naziri Paşinyan belə bu reallığı qəbul edir və Azərbaycanla və onun strateji müttəfiqi olan bölgədə konstruktiv rol oynayan Türkiyə ilə razılaşır, qarşılıqlı olaraq əməkdaşlıq ruhundan çıxış edir, sülh sazişi ilə bağlı məsələlər üzərində addımlar daha da sürətli atmaq istəyir və biz də eyni şəkildə qarşılığını bunun göstəririk. Hətta Ermənistanın belə razı olduğu məsələyə Avropa İttifaqına, Avropa Parlamentinin bu şəkildə reaksiya verməsi hesab edirəm ki, Cənubi Qafqazda mövcud olan və stabilliyin sülhə doğru atılan addımların üzərinə kölgə salır, onlara çox böyük bir təhlükə altına atır. Son olaraq bir məqama da istəyərdim aydınlıq gətirək. Ümumiyyətlə Avropa Parlamenti Azərbaycana qarşı bu cür belə deyək ki, qərəzli davranışının arxasında hansı siyasi və yaxud da ki, geosiyasi maraqlar dayanır? Hansı qüvvələr və yaxud da ki, qruplar burada daha fəal rol oynayır? Mən düşünürəm ki, bu Avropadakı hətta Ermənistan dövlətçiliyini belə təhlükə altına ala biləcək erməni pərəst qüvvələrdir. Yəni, erməni kartından öz məqsədləri üçün istifadə etməyə çalışan Avropalı siyasətçilərdir, erməni lobbisidir, radikal belə deyək, əhval-ruhiyyədə, ideologiyada olan erməni təşkilatlarıdır, onlara dəstək verənlərdir. Onların məqsədi Cənubi Qafqazda öz belə deyək, nüfuzunu o Cənubi Qafqazda təmin etməkdir, maraqlarını təmin etməkdir. Tamam, yəni bu məsələlər əməkdaşlıqla mümkün ola bilər də. Yəni qarşılıqlı olaraq bir əməkdaşlıq həyata keçirilir bu nəticəni almaq olar. Amma təzyiq, hədə-qorxu, şantaj üsulu bu məsələlərdə keçərli deyil. Və xatırlayırsınız, Avropa Siyasi Birliyinin onlayn toplantısına onlayn qatılarkən Prezident İlham Əliyev belə bir məqam qeyd elədi ki, ondan səhv etməsə Albaniyada deyəsən olan toplantıda Avropalı liderlər soruşublar ki, İrəvanda 2026-cı ildə keçirilməsinə etiraz etmir ki, Prezident İlham Əliyev buna etiraz etməyib və şərt qoyub ki, növbəti toplantıların biri yəqin ki 2028-ci il Bakıda keçirilməsi lazım. Bu balanslı bir davranış olmalıdır. Yəni Avropa Parlamenti, Avropa İttifaqı da bu regionda öz maraqlarını əməkdaşlıqla, balanslı, tarazlaşdırılmış davranışlarla, siyasi addımlarla, qərarlarla təmin edə bilər. Və belə təmin edərsə, bu onların özü üçün də faydalı olar, bölgə üçün də faydalı olar və bundan hər kəs faydalana bilər. Yox, şantaj, hədə-qorxu üsulu ilə sən öz geopolitik maraqlarını burada təmin etmək istəyirsənsə, Azərbaycan bu məsələlərdə heç
belə deyək ki, Cənubi Qafqazda böyük təsir imkanları olan Rusiyanın qarşısında geri çəkilmədi. Azərbaycan bu məsələlərdə heç İranın qarşısında geri çəkilmir. Yəni Avropa, Fransadan, nə bilim Almaniyadan hansısa bir təşkilatın, hansısa bir parlamentin bu şəkildə davranışlar göstərib Azərbaycanı nələrəsə məcbur edəcəm düşüncəsi ilə addım atması təbii ki yanlışdır və o yanlış da özünü göstərir ki, bu əməkdaşlıq nəinki ləngiyir, təhlükəyə düşür, ümumiyyətlə ləğv olunur. Yəni görürsünüz, biz artıq o qurumlarla əməkdaşlığı dayandırırıq və ucuzdan da hesab edirəm ki, ən çox da Avropa Parlamenti və onun digər strukturlardır. Aydındır. Çox sağ olun, təşəkkür edirəm sizə yayımıza qatıldığınız üçün. Bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda siyasi şərhçi Mübariz Göyüşlü idi və Avropa